Salam, hər birinizi xoş gördük. Cəhbə bölgəsində vəziyyət yenə də qarışıqdır, gərgindir. Ermənilər yenə də atəşkəsi pozurlar. Cəhbənin bütün istiqamətlərində yer dəyişmələr eləyirlər. Həm Naxçıvan istiqaməti, həm də Kəlbəcər-Laçın zolağında. Bəs bu atəşkəsin pozulmasının Ermənistan üçün daxili və xarici səbəbləri varmı? Yeri gəlmişkən onu deyək ki, ermənilər ilk olaraq atəşkəsi onlar tərəfindən pozmadığını deyirdilərsə, sonradan elə erməni əsgərlərinin öz səngərlərindən atəşkəsi necə pozmaları ilə bağlı yaydıqları videodan sonra İrəvan susmağa məcbur qaldı və məsələni araşdıracağını dedi. Atəşkəsin pozulması Qarabağın erməni sakinlərinin Azərbaycanın hakimiyyəti altında yaşamaq istəməyib Ermənistana üst tutmasından 2 il sonra onların yenidən Qarabağa qayıtmaq cəhdləri fonunda baş verir. Artıq Qarabağdan gedən, sonradan Suriyadan və yaxud da başqa ölkələrdən gətirilən ermənilərdən gedir söhbət. Onlar İrəvanda ard-arda aksiyalar keçirirlər ki, bəs Qarabağa qayıtmaq istəyirlər. Və onların sayı elə də çox deyil. Hər dəfə aksiyalara təxminən 500 min nəfər adam yığıla ya yığılmaya. Məsələnin digər tərəfi, hal-hazırda Paşinyanın, Ermənistanın baş nazirinin səhhəti yaxşı deyil. Artıq son bir həftə ərzində 2 dəfə xəstəxanaya üst tutub. Hətta onun onkoloji xəstə olduğunu deyənlər də var. Və o da yayılan məlumatlar arasındadır ki, vəziyyət o qədər ciddidir ki, Paşinyan xəstəxanaya gələndə xəstəxananın gündəlik rutin iş rejimi alt-üst olur. Bütün işlər demək olar ki, dayandırılır və bütün həkimlər Paşinyanın səhhətinin yaxşılaşdırılması üçün cəlb olunurlar. Bu, məsələnin daxili tərəfidir. Bəs xarici tərəfi, atəşkəsin pozulmasında Rusiyanın da, İranın da və Fransanın da əli ola bilər. Rusiyanın əli ola bilər, ona görə deyirik ki, qərb yönünü tutmuş Ermənistan Rusiyadan qopmağa çalışır və bu, şimal qonşularımızı narahat eləyir. Məsələnin digər tərəfi İrandır. İran, Azərbaycanla Ermənistan arasında əbədi sülh müqaviləsinin, böyük sülh müqaviləsinin olmasını istəmir. Bu, məsələnin ikinci tərəfi. Ona görə də rüşvət yolu ilə ələ aldığı erməni zabitləri təhrik eləyir ki, durmadan cəhbə xəttində atəşkəs pozulsun və sülh müqaviləsinə müəyyən yollarla maneə yaratsınlar. Üçüncü məsələ isə təbii ki, Fransa məsələsidir. Fransa ATƏT Minsk qrupunun ləğv olunmasını istəmir. Eyni zamanda Rusiyanın zəiflədiyi bir vəziyyətdə Cənubi Qafqazda heç vaxt olmadığı qədər möhkəmlənmək istəyir. Və üstəlik pensiyaçı misionerləri də Cənubi Qafqaz zolağına göndərib, Azərbaycanla Ermənistan sərhədində müəyyən kəşfiyyat məlumatları toplayırlar. Və bu, Azərbaycan tərəfini qıcıqlandırmaq üçün atılan addımlardır. Azərbaycan isə hər dəfə bu cür tələlərdən məharətlə yayınır və onu da qeyd eləyək ki, əgər vəziyyət bu cür davam eləyərsə, o zaman Azərbaycan daha kəskin addımlar ata bilər. Hansı addımlar olacaq, onu zaman göstərəcək. Ancaq onu deyə bilərik ki, həmin proses Ermənistan üçün olduqca acınacaqlı vəziyyətlərə gətirib çıxara bilər. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın.